Vaxtınız xeyirli olsun. Bugün Sadi balamızın əməliyyatıdır. Həm vətər köçürmə, həm vətər uzatma əməliyyatı icra olunacaq inşallah. Bugün Sadi balamızın əməliyyatını Azərbaycan tanınmış travmatoloqu Vüqar Mürşid icra edəcək. Sadi, necəsən? Yaxşısan? Sənin neçə yaşın var? 9 yaşın var. Bax, ay Sadi, bu sənin ayağın sənə narahatçılıq verirmi? Gəzməyində falan. İnşallah düzələr Allahın izni ilə. Yavaş-yavaş mənə doğru gəl. Tələsmə, yavaş-yavaş gəl. Tələsmə, yavaş-yavaş. Sadi, sən bu əməliyyatın inşallah uğurlu olacağına inanırsanmı? Bax, bu qədər əziyyətlər, istər ata, istər ana, Vüqar doktorun əziyyəti, sən böyüyəndə inşallah rahat gəzə biləsən. Sənin qolunda da problem var, Vüqar doktor. Göstər qolunu bir dənə. Tam bunu çək yuxarı. Bax, bircə saniyə, bunu qaldır. Bax, hal-hazırda görürsünüz, tam qaldır, biraz yuxarı qaldır. Sadiqin həm qolunda da problem var. İnşallah 18 yaşından sonra əməliyyat icra olunacaq. Amma ayağındakı hal-hazırdakı problem, dediyim kimi əməliyyat olunur bu günləri, Allahın izni ilə düzələr. Sadiq, bir sözün varmı? Yoxdur bir sözün. Uğurlar sənə diləyirəm, yaxşı mı?